Salam ki dostlar. Bakın yaz ayları ki geldi üzüyaya doğru. Mütləq bunlara parazitlere karşı, bitkilere karşı, daxili parazitlere, xarici parazitlere karşı abramotka eləmək lazımdır. Onun üçün də ən gözəl vasitə nədir dostlar? Yəni bir neçə dərmanı alıb verməkdənsə ən gözəl vasitə Nexkar Spectradır. Yəni Nexkar Spectranın çəkisinə görə indi bizim Sezarımız 106 kilo olduğuna göre Sezara 2 tabletka verəcəyik. Onu necə verəcəyimi sizə göstərəcəm. Misal üçün. Sezar sakit kal. Hoppa. Bakın dostlar, birinci növbədə itin qabağında su varsa onu mütləq götürməlisiniz. Yəni su olmamalıdır qabağında. Və tezlənən az qarnı olmalıdır. Akşam yeməyinə 3 saat qalmış dərmanı atırıq boğazına. Sezar. Belə. Gördünüz? Hə. Dərmanı utduğundan, arxayın olandan sonra ut oğlum, ut. Malacı. Dilini çıxartdı, utdu. Şu. Ha. Gene. Bir daha da. Ha, belə. Belə çətinliklər ola bilər dostlar. Belə çətinliklər düşə bilər, təzdən verə bilərsiniz. Amma tək ki, əsas odur ki, verəsiniz. Şu. Bunu tam güvən altına aldıq. Dostlar, deməli, məsələ nədir? Burada bu həm qurt dərmanıdır, ürəyində olan, ağciyarında olan, böyrəyində olan qurtlar, bütün mədəsində, bütün nə qədər daxil orqanında qurt varsa hamısını aradan qaldırır. Və xarici parazitlər də nədir? Bit, birə, gənə, ümumiyyətcə nə varsa bundan uzaqlaşır da. Yəni heç bir şey buna dəraltı gənə xəstəliyi belə düşmür də yəni. Bunu tərtəmiz eləyir heyvanı. Nəticədə belə bir, buna vaxtında verilir bu dərman. Ona görə Sezar gördüyünüz vəziyyətdədir. Молодец, Sezar. Qəşəng oğlandı. Sezar qəşəng oğlandı.